Yel, palıd, qızılgöz, qaragülə. Uşaq üçün burada bazı korluqlar var idi. Güney bulağının aşağısıyla uzanan dərədə xırda budaqlar idi. O zaman zaten burada bulaq düşdü. Sonra buradaki ağacları o zaman kəndimizdə qaz yox idi deyən cəmaət əlacsız qalıb kolsu da kəsirdi, məcbur olurdu. Qışda qızınmağa, il boyu təndirin yandırmağa tədarük görsün. Ama o zaman bax, bu kolları qorumağa başladı. Üstündə əsirdi. Maşallah olsun, indi böyük ağaclar olublar. Kəndimizdə artıq qaz da var. Güzel şəraiti var və eyni zamanda bu gözəlliyə də şahid oluruq. İri gövdəli ağaclar. Vaxtilə burada ağaclar çox nəhəng olubmuş. Babam danışardı ki, iri kötüklər çıxardı buradan. O zaman da insanların çətin bir yaşayış zamanı məcbur olub burada ağacları kəsilmişlər, amma son 10 illiklərdə, son yarım əsrdə artıq qorundu bu yaşıllıq və budur. Gözəlliklərə əlavə bir gözəllik qatır. Yardımdan Bilinə kəndindəki göz oxşayan ağaclar. Vaxt gələcək burada Dədə Palıdın şanına, şöhrətinə, gələcək nəsillərdən kimlərsə bəlkə söz deyəcək və bu yaşıllığı qoruyub ərsiyə gətirənlərə rəhmət diləyəcək. En gözəli budur əslində, həyat budur. Həyatda bir nişanələri özündən sonra qoymağın ondan gözəli yoxdur məncə.